Dostlar, Oxford lüğəti dünyanın bütün İngiliscə sözlərinin olduğu lüğət. Oxuyub tərcümə eləməyə davam edirik. Ömrümüz çatsa bunun hamısını oxuyub tərcümə eləyəcəyik. Bax burada qalmışdı keçən videoda və davam edirik. Deməli, accountable nə deməkdir? Bu lüğət belədir. Sözü verir və izahını verir. Və bir sözdən biz biləcəyik ki, bizim dildə nə deməkdir? Accountable, responsible for your decisions or actions and expected to explain them when you are asked. Deməli deyir ki, öz qərarlarına və hərəkətlərinə cavabdehsən və səndən soruşulanda sənin onları izah etmən səndən gözlənilir. Yəni accountable. Politicians are deməli ultimately accountable to the voters. Nə deməkdir? İndi baxaq. Accountable bizim dilindən bir sözlə şey deməkdir. Hesabatlı, məsuliyyət daşıyan, hərəkətlərinə məsuliyyət daşıyan, qərarlarına məsuliyyət daşıyan. Siyasətçilər ultimately, yəni ki, nəticə etibarilə ən nəhayətində, son nəticədə voters seçicilər deməkdir. Seçiciləri qarşısında yəni məsuliyyət daşıyırlar. Onlara qarşı hesabatlıdırlar. Sonra someone must be held accountable for the killings. Killings şey deməkdir, qətl, öldürmə, öldürülmə. Yəni ki, deyir ki, kimsə, bir nəfər bu qətl işinə görə, qətllərə görə held accountable, yəni məsuliyyətə cəlb olunmalıdır. O deməkdir. Sonra accountability. Accountability, yəni hesabatlılıq, məsuliyyət, o deməkdir, cavabdehlik. Məsələn, the accountability of a company's directors to the shareholders. Demək, shareholders hissədarlar demək, səhmdar. Hissədarlara olan şirkət yöneticilərinin nəyi, onların qarşısında nəyi, hesabatlılığı, məsuliyyəti. So, accountancy, the work or profession of an accountant. Yəni burada nə deməkdir? Bu saat deyək. Deməli, mühasibatlığın işi və ya profesiyası, yəni peşəsi. Accountancy, yəni mühasibatlıq. The work or profession of an mühasibatlıq, yəni işi, peşəsi, accountancy. Sonra deməli accountant, a person whose job is to keep or check financial accounts. Deməli bir şəxsdir kimin ki işi saxlamaqdır və yoxlamaqdır maliyyə burada yəni financial account, maliyyə hesabatlarıdır. Yəni eləmək, yoxlamaq və saxlamaq, keep burada qeydiyyat aparmaq deməkdir. Keep, qeydiyyatını aparmaq. Maliyyə hesabatlarının qeydiyyatını aparmaq, yoxlamaq, onun işi odur. Yəni, bu da mühasibdir də, accountant. Sonra account executive. Deməli, executive. Bax, bunun şeyi belə oxunur. Executive. Executive. Yəni, a business person, especially one working in advertising, who is responsible for dealing with one of the company's regular customers. Yəni, iş adamı, business person, especially xüsusən o adam ki, working in advertising, reklam sayəsində çalışır. Kim ki, cavabdehlik daşıyır. Dealing with, yəni ki, nə deməkdir? Dealing with, yəni türklər deyir, uğraşmaq, məşğul olmaq, maraqlanmaq. Bax, o deməkdir. Dealing with. Kimdən məşğul olur, kimdən maraqlanır? Şirkətin daimi müştəriləri ilə, regular customers, daimi müştəriləri ilə maraqlanır. Yəni, bu adam bir sözlə kimdir? Müştəri təmsilçisi. Account executive. Executive. Sonra accounting. The process or work of keeping financial accounts. Maliyyə hesabatlarının
qeydiyyatının aparılması prosesi, işi. Bu da accounting, yəni mühasibatlıq deməkdir. A career in accounting, yəni mühasibatlıq karyerası. Mühasibatlıqda karyera, mühasibatlıq sayəsində. Accounting methods, mühasibatlıq metodları. Sonra accounts payable. Dostlar, bu nə deməkdir? Accounts payable. Money that is owed by a company. Dostlar, yəni hardaydıq deməli, money, pul. O pul ki, şirkətin kiməsə borcu var. Owed by a company. Şirkətin kiməsə borcu var. Şirkət borcları. Bu isə accounts receivable. Bu isə şirkətin alacağı borclardır. Money that is owed to a company. Şirkətə borca verilmiş pullar. Şirkətin alacağı borclar. Sonra accoutrements. Bu nədir dostlar? Accoutrements. Məsələn, deməli, burada baxın. Pieces of equipment that you need. Məsələn, belə də deyilir. Baxın dostlar. Accoutrements ya da accoutrements. Amerika İngilizcəsində. Accoutrements. So, deməli, hansısa avadanlığın bir hissəsidir. That you need for a particular activity. Hansısa konkret fəaliyyət üçün sənə lazım olan avadanlığın hissəsi. Yəni, baxın, donanım, təchizat deməkdir də bir sözlə. Accredit. Accredit. Baxın, bu çox vacib sözdür, çox işlənir. Deməli, to believe that somebody is responsible for doing or saying something. Kiminsə nə isə etməyinə, deməyinə daşıdığı məsuliyyət. Ona inanılır, yəni. Accredit. Məsələn, the discovery of distillation is usually ya da usually iki cür deyilir. Accredited to the Arabs of the 11th century. Distillerin kəşfi adətən, yəni əlaqələndirilir, bağlıdır. Ərəblərin adı ilə 11-ci əsrdə yaşayan ərəblərin adı ilə bağlıdır. The Arabs are usually accredited with the discovery of distillation. Ərəblər adətən aid edilir, yəni distillerin kəşfinə. Yəni onların adı ilə bağlıdır. So, ikinci mənası var, accredit, yəni to choose somebody for an official position, especially as an ambassador. Ambassador səfir deməkdir. Yəni bunu keçmiş, akreditə olunmuş səfirdə, yəni kimisə seçmək, rəsmi bir vəzifəsi, xüsusilə səfir kimi. He was accredited to Madrid. O Madridə neynədir? Səfir təyin edildi. Accredited, yəni səfir təyin edildi. Üçüncü mənası. To officially approve somebody as being of an accepted quality or standard. Kimisə nəyisə rəsmi surətdə təsdiq etmək, nə olmasını təsdiq etmək, qəbul edilmiş keyfiyyət və standartlara uyğun olduğunu təsdiq etmək. Institutions that do not meet the standards will not be accredited for teacher training. İnstitutlar hansı ki standartları qarşılamır, meet the standards, standartları qarşılamır, onlar nə olacaq? Onaylamaq deməkdir dostlar burada mənası. Onaylamaq, yetki vermək. Onlara onaylanmayacaq, onlara yetki verilməyəcək. For teacher training, yəni müəllim hazırlığı üçün yetki verilməyəcək. Dostlar, bura qədər gələn dəfə bu sözdən o tərəfə davam edərik.